Salam dəyərli müəllimlər və izləyicilər. Bildiyiniz kimi təhsil institutunun təhsil verənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədi ilə maarifləndirici tədbirlər çərçivəsində növbəti webinarımızdır bugün. Webinar informatika fənni üzrədir və bugünkü mövzumuz Python proqramlaşdırma dilində siyahılar. Xatırladım ki, bu mövzu məzmun sahələri üzrə formallaşdırılma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun sahəsini əhatə edir. Bu məzmun sahəsi üzrə ümumilikdə 25 sualın verilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, bugünkü mövzumuz Python proqramlaşdırma dili siyahılar və bu Python proqramlaşdırma dili bildiyimiz kimi 8-ci, 9-cu sinifə əhatə edir. Biz bugün yenə siyahılarla da bağlı əvvəlcə təməl anlayışlarla tanış olacağıq, ondan sonra proqram nümunələrini nəzərdən keçirəcəyik. Nədir siyahılar? Öncə siyahı nümunəsinə baxaq. Bir slaydda ls dəyişəninə mənimsədilmiş, yəni ls dəyişəndə təyin olmuş bir siyahı görürük. Ümumiyyətlə, proqramlaşdırmada, yəni Pythonda siyahı dedikdə nizamlı şəkildə bir yerə toplanmış müxtəlif tipli verilənlər ardıcıllığı nəzərdə tutulur. Və burada siyahının özəlliyi birinci növbədə odur ki, siyahılar kvadrat mötərizələr daxilində yerləşir və mütləq siyahı elementləri arasında vergül işarəsində olması şərtdir. Siyahının elementləri hər biri bir obyekt olmaqla istənilən verilən tipindən ola bilər. Nümunədə gördüyümüz kimi birinci, məsələn ikinci bizim 0-1 indeksli elementlərimiz tam ədəd tipindən olsa da, növbəti elementimiz sətir tipindən, 3 indeksli elementimiz float tipindən, həqiqi ədəd tipindən və s. Siyahılara xas olan, bütün ardıcıllıqlara xas olan bir xüsusiyyətdə siyahıların bütün elementlərinin indekslənməsidir. İndekslənmə soldan sağa, sıfırdan başlayaraq aparılır. Ekranda gördüyünüz kimi. Növbəti biz siyahılara müraciət qaydalarından tanış olaq. Biz siyahıları tam olaraq və yaxud onun hansısa bir elementini və yaxud elementlərdən ibarət olan bir kəsikdən də istifadə edə bilərik proqramlarımızda. Bunun üçün biz siyahının təyin olunduğu dəyişən adını və dəyişən adının qarşısında kvadrat mötərizədə həmən elementin indeksini göstərməliyik. Məsələn, bizdə ls1 gördüyümüz kimi bizim birinci elementimiz 0-dır və ona görə də bu ls1 0 ifadə edir. Python dilində siyahının əvvəlindən hər hansı bir elementə qədər və yaxud hər hansı bir elementdən siyahının sonuna qədər olan kəsiyi götürmək üçün belə yazılış qaydaları qəbul olunur. Yəni, əgər siz siyahının lap əvvəlindən, yəni 0-cı elementdən olan hissəni götürmək istəyirsinizsə, o zaman 0-ı yazmaya bilərsiniz. Və yaxud əgər hər hansı bir indeksli elementdən sona qədər olan bütün hissəni götürmək istəyirsinizsə, sonuncu elementin indeksini göstərməyə bilərsiniz. Siyahıda arada olan kəsik hissəni də götürmək mümkündür və Pythonda demək olar ki, bütün ardıcıllıqlara xas olan bir xüsusiyyət siyahılarda da mövcuddur. Bu da o xüsusiyyəti ki, biz kəsikləri ifadə edəndə ilk indeks ifadə olunan elementin özü götürülür, son indeksin ifadə elədiyi element isə götürülmür. Yəni, əslində biz 2-5 kəsiyində olan element deyəndə biz burada ikinci elementi, üçüncü elementi və dördüncü elementi götürəcəyik, gördüyümüz kimi. Sonuncu elementin indeksi, yəni sonuncu indeksi daşıyan element özü kəsiyə daxil olmur. Biz buna başqa nümunələr də gətirə bilərik. Məsələn, sətirlərdə də bu eyni qaydadadır və yaxud bizə ardıcıllığı qaytaran müxtəlif funksiyalarda da bu qayda bu formada tətbiq olunur. Növbəti slaydımızda bizim deməli, siyahılarla bağlı bəzi əməllər, yəni siyahı elementinin yenidən təyin olunması, mənimsətmə
operatorun vasitəsilə göstərilib. Siyahılar sətirlərdən fərqli olaraq dəyişilə bilən tiplərdir. Yəni, biz siyahının istənilən elementini və yaxud elementlər ardıcıllığının təşkil elədiyi o kəsiyi onun daxilində biz başqa bir qiymətlə və yaxud başqa bir obyektdən əvəzləyə bilərik. Məsələn, nümunədə gördüyünüz kimi yuxarıda bizə verilən siyahıdan biz ls1 elementini, bizdə birinci element 0 elementidir. 0 elementidir. Biz bu elementi əvəzləyirik həqiqi ədədlə. Və gördüyünüz kimi aşağıda yekun nəticədə bizdə həmən 0, 1 indeksində olan 0 elementi 787,12 ədədi ilə əvəzlənir. Siyahıda daxilində bildiyimiz kimi dedik, istənilən tip element ola bilər və başqa bir siyahıda yerləşdirə bilərik. Bu zamanda biz ikinci elementi, məsələn, yəni 2 indeksli elementi 57 sətrini biz əvəzləyirik bu ekranda gördüyümüz sətirdən və nəticə belə bir vəziyyət alınır. Biz siyahıda bir neçə element ardıcıllığını, yəni hansısa bir kəsiyi də hər hansı bir verilənlə əvəzləyə bilərik. Bu zaman həmən kəsiyə daxil olan elementlər götürülür və onların əvəzinə sizin mənimsətdiyiniz verilən yerləşdirilir. Və bu zamanda nəzərə almaq lazımdır ki, yenə də biz 2-dən 5-ə qədər kəsik deyəndə burada 2, 3 və 4 indeksli elementlər götürüləcək. 5 indeksli element isə yenə də bizdə qəbul olunmur, götürülmür. Növbəti slaydımızda biz siyahılarla işləmək üçün funksiyaları bəzilərini nümunə göstərmişik. Yəni, bizim tədris proqramına uyğun olan funksiyaları, təbii ki, siyahılarla işləyən həddindən artıq çox funksiyalar var. Yuxarıda bizim nümunə siyahımız var və əgər biz ilk funksiyamız len funksiyasını tətbiq edəndə bu funksiya siyahının ölçüsünü, yəni elementlərinin sayını bizə qaytarır. Siyahının uzunluğunu dedikdə biz əslində onun elementlərinin sayını nəzərdə tuturuq. Gördüyümüz kimi bizim siyahımızda burada bizdə deməli 5 element var burada. Yəni yanlış gedib. Əslində bizim siyahımızda 5 element var burada. Yəni birinci elementimiz, ikinci, üçüncü, dördüncü və beşinci elementimiz. İkinci sum funksiyası bizdə siyahının elementlərini cəmləyir. Yəni siyahların elementlərini cəmləmək adi bildiyiniz riyazi cəmləmə qaydasında gedir. Biz bilirik ki, Python tam ədədlərin həqiqi ədədləri çox rahatlıqla cəmləyə bilir. Bu zaman diqqət olması məqam odur ki, ədəd tipindən qeyri bircə dənə element burada artıq olsa, məsələn, belə bir element olsa, tutaq sətir tipindən, o zaman bu xəta baş verəcək. Yəni, sum funksiyası bu tipdə çalışmayacaq. Minimum və maksimum funksiyaları uyğun olaraq siyahının minimal elementini mənimsədir A dəyişəndə və maksimum funksiyası da siyahının maksimal elementini mənimsədir deməli A dəyişəndə. Sonunda bizim del komandamız siyahıdan indeksə görə elementi uzaqlaşdırır, yəni silir. Bizdə del ls1, yəni bizdə birinci element 23 olduğuna görə 23 elementi silinir və yerdə qalan elementlər sola doğru mövqeyini dəyişir. Yəni bu zaman nə baş verir? Silinən elementin yeri boş qalmır, yəni biz ora təkrar müraciət zamanı boşluq almırıq. -55 keçir. Onun yerinə uyğun olaraq bütün növbəti elementlərdə bir indeks sola doğru sürüşür. Növbəti siyahılarla işləmək üçün bizim metodlar da var. Ümumiyyətlə, metodlar özləri də proqramlaşdırmada funksiya hesab olunur. Sadəcə, ümumən belə fərqini desək, funksiyalar ümumi obyektlərə tətbiq olunur. Metodlar isə konkret funksiyaya tətbiq olunan, konkret obyektə tətbiq olunan funksiyalardır. Məsələn, fikir versəz, biz metodların yazılış qaydasında mütləq metodun əvvəlində nöqtə ilə ondan ayrılan konkret obyektin adını göstərməliyik. Bizim halda bizim obyektimiz siyahılardır. Ona görə biz bu metodların əksər birindən işləyəndə, daha doğrusu hamısı ilə işləyəndə mütləq həmən o siyahının adını göstəririk. İlk metodumuz bizim append metodu siyahının sonuna element əlavə edir. Bizim siyahımız budur, bu siyahımızdır və biz bura sonuna biz bunun element əlavə eləyəndə gördüyünüz kimi 25 ədədini əlavə edirik və bu 25 ədəd siyahın sonuna əlavə olunur. Sonra count metodumuz, biz artıq sətirlərdən bunu bilirik. Argument kimi ona verilmiş bu veriləni
ls siyahısında axtarır və onun bizə sayını qaytarır. Bizim siyahımızda, yəni bizim son yekun siyahımız budur. Burada -55 bir ədəddir. Ona görə k bizə bir ədədini qaytarır. Növbəti indeks metodu siyahıda buna arqument kimi verilmiş həmən bu veriləni, bu elementi axtarır və onun indeksini bizə qaytarır. Biz sətirlərdə find metodunu bilirdik. İndeks metodunda onun eyni gördüyü işi görür. Sadəcə indeks metodunu istifadə edən zaman bir diqqətli olmaq lazımdır. Çünki əgər find metodu həmən elementi tapmayanda, ardıcıllıqda bizə mənfi bir qaytarırdısa, burada indeks metodu isə əgər elementi ardıcıllıqda tapmasa, o zaman bu xəta ilə nəticələnəcək və proqram işini dayandıracaq. Növbəti bizdə 77-ni axtarırıq. Deməli, 0-cı, 1-i, 2 bizdə deməli, 3-cü biz buraya əlavə eləmişik, əslində bu 4 olmalı. Yəni 4-cü elementdir bizdə. Çünki bu bizdə 0-cı element, bu 1-ci, 2-ci, 3-cü və 7-ci. 7 bizdə 4-cü element olur. Sonra biz siyahıdan element silirik. Element silən zaman yenə də arqument kimi verilmiş bu elementi ls siyahısında axtarır və tapdığı ilk elementi silir. Yəni, məsələn, bizim siyahımızda 2 ədəd bir elementi var. Remove onların tapdığı ilk elementi silir. Bizdə 0-cı mövqedə dayanan elementi silir. Növbəti insert metodu göstərilmiş indeksə verilmiş bu elementi əlavə edir. Yəni, biz fikir versəz indeksdə 2 parametr ötürülür metoda. Birinci parametr indeksi göstərir, yəni ikinci göstərdiyimiz bu element hansı indeksə yerləşdiriləcək. Bizdə burada birinci mövqedə, 0-cı mövqedə, yəni 23 dayanır, birinci mövqedə 55 dayanır və ikinci mövqedə dayanan biri sağa doğru sürüşdürür. Nəinki biri 77, həm də 25-i və 500-ü onun yerinə yerləşdirir. Bu zamanda əvəzləmə baş vermir. Insert metodu ilə adi mənimsətmə arasında belə bir fərq var. Əgər biz hər hansı bir A siyahısının ininci elementinə, məsələn 5 ədədini mənimsədiriksə, bu zaman A siyahısının ininci elementi 5 ilə əvəzlənir. Yəni, A siyahısının köhnə elementi yeni 5 qiyməti ilə əvəzlənir. Insert metodunda isə A siyahısının ininci elementinə biz insert metodu vasitəsilə hər hansı bir element əlavə eləsək, o zaman ininci mövqedə dayanan element özündən sonra gələn elementlərlə birgə sağa doğru yerini dəyişir. Sort metodu düzləndirir siyahını, yəni çeşidləyir artan sırayla ən kiçik elementdən ən böyük elementə doğru. Reverse metodu isə reverse formasında yazılan. Bu isə siyahını əks ardıcılığı, yəni tərsinə ardıcılıqla düzür. Burada heç bir çeşidlənmə aparılmır. Yəni bu sortun əks prosesini yerinə yetirmir. Sort konkret qiymətə görə artan ardıcılıqla düzləndirirsə, reverse isə sadəcə olaraq olduğu kimi tərsinə düzür siyahını. Yəni son elementi əvvələ aparır, ondan sonra gələn ikincini və bu qaydada bütün siyahını yenidən düzləndirir. Siyahlar üzərində də sətirlər kimi toplama və tam müsbət ədədə vurma əməliyyatını yerinə yetirmək mümkündür. Eyni ilə sətirlərdə olduğu kimi iki siyahını biz toplayırıqsa, o iki siyahını birləşdirib yekun bir siyahı alır. Və əgər biz hər hansı siyahını tam müsbət ədədə vururuqsa, o zaman həmən siyahını o müsbət tam ədəd qədər çoxaldır. Yəni nüsxəsini çıxardır və yenidən yekun bir siyahı alınır. Növbəti bizim list, split və join. Deməli, split ilə join bizdə metodlardır, list isə bizdə funksiyadır. Məsələn, biz hər hansı bir printer sətrini list funksiyasına tətbiq eləsək, o zaman həmən sətri o siyahıya çevirəcək və bu çevrilmə prosesində sətrin hər bir simvolu siyahının ayrıca bir elementi olur. Ekranda gördüyünüz kimi. Növbəti split metodu. Split metodu ona arqument kimi göndərdiyimiz simvola görə bizim sətrimizi hissələrə ayırır və bu ayrılmış hissələrin hər birini bir siyahı elementi olaraq təyin edərək yeni bir siyahı yaradır. Yəni,
Biz split'i tətbiq edəndən sonra alınmış nəticəyə yenidən list tətbiq etməyə ehtiyac yoxdur. Yəni split'in özü sətri siyahıya çevirir yekunda. Bu zaman bir şeyə diqqət etmək lazımdır ki, biz burada boşluq simvolu vermişik. Boşluq simvolu olmaya da bilər. Məsələn, burada boşluq əvəzinə digər başqa bir simvol olsa, split həmən simvola görə ayrım aparacaq. Təbii ki, biz həmən simvolu da burada göstərməliyik. Misal üçün deyək, biz splitdə arqument olaraq ulduz göstərmişik burada və burada da bu rənglərin arasında bizdə ulduz işarəsi var. O zaman split ulduzu tapır və ulduzdan əvvəl olan hissəni bir element kimi, növbəti ulduza qədər əgər varsa olan hissəni iki ulduzun arasında olan növbəti element və bu qaydada bu sətri sona qədər siyahıya çevirir. Join metodumuz bizim nə edir? Split'in elədiyi əməliyyatı geriyə, yəni siyahını sətrə çevirir və bu zaman çevrilmə prosesində siyahının elementləri arasına hansı simvolu əlavə edəcəyimizi biz bax bu metodun əvvəlində təyin edirik bu formada. Yəni bu zaman bir məsələyə də diqqət etmək lazımdır ki, split elementləri ayırarkən, yəni sətrin verilmiş elementə görə hissələri ayırarkən, o zaman həmən ayrıcı simvol özü ixtisar olunur. Yəni o siyahının heç bir elementi ilə bir yerdə yerləşmir. Məsələn, biz boşluq işarəsi deyirik və yaxud ulduz deyirik. Ulduza görə ayırırsa, ulduz işarəsinin özü ixtisar olunur. Yəni, mövcud olmur artıq yaranan siyahıda. Və siyahı sətrə çevrilən zaman join'un qarşısında göstərdiyimiz bax bu simvol isə siyahının elementləri arasına əlavə olunaraq onlar birləşdirilib, onlardan yekun bir sətr yaradılır. Yəni, belə deyək, join'un nəticəsi bizdə verir str, split'in nəticəsi isə bizdə verir list, yəni siyahı. İndi isə proqram nümunələrinə baxaq. İlk proqramımızda proqramın nəticəsini müəyyən eləmək tələb olunur. İki siyahı verilib və A siyahısı ilə B siyahısı. Hər iki siyahı tam ədədlərdən ibarətdir. Proqramımızın üçüncü sətrində biz B siyahısı ilə A siyahısını toplayırıq və bu zaman toplananda biz sətirlərdən də bunu bilirdik ki, ardıcıllıq önəmlidir. Yəni, hansı toplanan ilk gəlirsə, təbii ki, birinci onun elementləri olacaq. Növbəti toplananın isə elementləri ondan sonra olacaq. Və bu iki siyahıdan birləşdirib bizdə yekun gördüyünüz kimi siyahı alır. Olduğu qaydada toplayır. Ondan sonra biz sort metodunu tətbiq edib bu siyahını çeşidləyirik artan sırayla. Gördüyünüz kimi 1 bizdə ən kiçik elementdir, 33 ən böyük elementdir və sonunda biz bunu çapa veririk. Və bizdə bu zaman doğru cavabımız olur B variantı. Növbəti proqram nümunəmiz. Burada da proqramın nəticəsini müəyyən etməyə tələb olunur. Biz bir K dəyişəninə 0 mənimsətmişik. Bizdə bir A sətri var. Fikir versək, A sətrində təkrarlanan simvollar var, nida işarəsi var arada. Və biz split metodunu tətbiq edirik və deyirik ki, split metodu bu sətri ayırıb bundan siyahı yaratsın və ayrıcı simvol kimi nidanı göstəririk. Bu zaman bizdə alınan siyahını görürük ekranda. Diqqət eləsəz, bu ayrıcı simvolun özü bu siyahıya daxil deyil. Yəni, o ixtisar olunur bu çevrilmə prosesində və bizim belə bir yeni siyahımız yaranır sətirdən. Burada bir məsələyə diqqət eləmək lazımdır ki, təbii ki, ümumiyyətlə siyahılar sətirlərdən yaradıla bilir və sətirdən yaradılan siyahının elementləri özü də sətir tipindən olur. Yəni, bizim ilk A sətrimiz sətir tipindəndir. Ona görə də bizim yaranan yeni siyahımızdakı elementlərin də hər biri sətir tipindən olacaq. Yəni, buna diqqət etmək lazımdır ki, növbəti əməliyyatlarda riyazi əməllər olacaqsa, bu məsələni diqqətdə saxlamaq lazımdır. Və biz bu siyahının elementləri dövr qururuq. Dövrdə biz, for dövründə bilirik ki, biz ilk parametri kimi dəyişən göstəririk və indən sonra biz hər hansı bir ardıcıllığı göstərməliyik. Bizdə də S həmən bu siyahını ifadə edən dəyişəndir, yəni ardıcıllıqdır. O deməkdir, bizdə I dəyişəni S ardıcıllığından, yəni S siyahısından qiymətlər alacaq. Yəni, dövrün birinci iterasiyasında I alacaq 12 qiymətini, yəni I olacaq bizdə 12.
və o 12-ni sətr olduğuna görə K ilə toplaya bilmir. Bu xəta verəcək. Çünki K bizdə tam ədəd tipindəndir. Ona görə biz həmən 12-ni int funksiyanın köməkliyi ilə tam ədədə çeviririk. Artıq bu dırnaqla ləğv olunur. Olur tam 12 və onu biz K ilə toplayırıq. Artıq proqramdan da görünür ki, bu dövr i-ni növbəti qiymətlər alır və hər birini tam ədədə çevirib K dəyişənində toplayır. Yəni, yekun olaraq desək, bu proqram bizdə olan S siyahısının bütün elementlərini tam ədədə çevirərək bir-biri ilə toplayır və bu da bizə nəticədə bunların cəmini verir. Bizim doğru cavabımız 72 alınır. Növbəti bizim belə bir proqramımız var. Proqramın icrası zamanı girişi əgər belə bir rəqəmlərdən ibarət sətr verilərsə, nəticəni müəyyən eləmək lazımdır. X dəyişəni bizdə dediyimiz kimi həmən bu sətri qəbul eləyir və bu, baxmayaraq ki, rəqəmlərdən ibarətdir, sətr tipindən olacaq, şərhdə göstərildiyi kimi sətr tipidir. Və sonradan biz listin köməkliyi ilə bu sətrin bütün rəqəmlərini ayrı-ayrı element olaraq ondan siyahı düzəltdik və sonradan biz dövr qururuq. Dövrdə biz i dəyişəninə range funksiyasının köməkliyi ilə sıfırdan bu siyahının uzunluğunu ifadə edən ədədə qədər, yəni 8-ə qədər qiymət mənimsətməsini istəyirik, amma range'in ardıcıllıq qaytarmaq xüsusiyyətinə uyğun olaraq bu 8 yox, son qiymət olaraq bizə 8-dən bir vahid az olan 7-nə qaytaracaq. Yəni, dolayısıyla i-nin bizdə qiymətləri olacaq 0, 1, 2 və sonuncu 7. Bundan sonra biz həmən i-ni S siyahısında indeks olaraq istifadə edirik. Yəni, S0-cı elementə mənimsədirik. Int funksiyasını tətbiq edirik həmən elementə. Yəni, ümumi şəkildə desək, bu siyahımızın hər bir elementi sətr tipindəndir. Biz int funksiyasının köməkliyi ilə o siyahının hər bir sətr tipdə olan elementini tam ədəd tipinə çevirib, geriyə yenidən həmən elementə mənimsədirik. Burada element əvəzlənir. Yəni, belə deyək ki, məsələn, biz bu dırnaq içində olan 8-i, sətr tipində olan 8-i int tipinə çevirib, yenidən həmən elementə mənimsədəndə bu 8-in əvəzinə artıq bizdə siyahıda tam ədəd 8 alınır. Bax, burada şərhdə göstərildiyi kimi. Sonradan bizdə alınan bu siyahını, hansı ki artıq elementləri tam ədədlərdir, biz sort metodunun köməkliyi ilə çeşidləyirik, yəni artan sıra ilə düzləndiririk. Və bunu düzləndirdikdən sonra del komandasının köməyi ilə S siyahısının sonuncu elementindən bir vahid az. Yəni, biz sonuncu elementini daha doğrusu uzunluğundan bir vahid az olan elementini silirik. Baxın, əgər biz burada uzunluq göstərsəydik, bu siyahının uzunluğu 8-ə bərabərdir. Amma biz bilirik ki, bizim sonuncu elementimizin indeksi 7-dir. Çünki 0-dan başlayır indeksləmə. Ona görə biz len s-1 yazanda əslində elə biz sonuncu elementi nəzərdə tuturuq və del komandasının köməkliyi ilə biz sonuncu elementi silirik və bizdə düzgün cavab olaraq D variantı 9 olmayan 1, 2, 4, 4, 5, 7, 8 variantı qalır. Növbəti bizdə belə bir proqram kodumuz var. Proqramın icrası zamanı girişə belə bir ardıcıllıq daxil olunur, simvollar ardıcıllığı və nəticəni müəyyən etmək lazımdır. Biz simvollar ardıcıllığını input komandası ilə qəbul edirik. Input komandası bilirik ki, sətr tipində qəbul edir, baxmayaraq ki, bu ardıcıllıqda olan hamısı rəqəmlərdir. Ondan sonra split metodunu tətbiq edirik, boşluq işarəsini göstərərək. Bu nə deməkdir? Bizim bu sətrimiz bu boşluqlara görə ayrılacaq hissələrə, yəni 12-1 hissə, 0-1, 3 və gördüyünüz belə bir siyahı yaranacaq. Amma dediyimiz kimi input metodu sətr tipində olan element götürdüyünə görə klaviaturadan ondan splitin yaratdığı siyahının özündə elementləri sətr tipindən olacaq. Və sonra biz bayaq bundan öncəki kod nümunəsində gördüyümüz kimi biz dövr qurub, dövrün köməkliyi ilə həmən siyahının hər bir elementini tam ədəd şəklinə çeviririk və alınır bizdə belə bir siyahı. Bundan sonra biz alınan bu siyahını
for dövründə ardıcıllıq kimi göstərilir. Yəni bu o deməkdir ki, artıq bizdə bu ikinci for dövründəki i dəyişəni bu ardıcıllığın elementlərini alacaq. Yəni ilk iterasiyada olacaq 12, növbəti də 0, növbəti də 3 və s. ta sona qədər. Və yoxlayırıq. Əgər həmən element, yəni bu siyahıdan aldığı element 2-yə bölünəndə qalan qalıq 0-dan fərqlidirsə, biz bilirik ki, tam müsbət ədəd əgər 2-yə bölünəndə bunun ancaq 2 variantı ola bilər. Qalan qalıq olaraq ya 1 qalar ya 0. Əgər 1 qalırsa bu tək ədəddir, 0 qalırsa bu cüt ədəddir. Bu deyir 0-dan fərqlidir, yəni 1-dir. Bu o deməkdir ki, tək ədəddir, yəni tək ədədləri seçir bu siyahıdan. 12 tək deyil, 0 tək deyil, ilk olaraq 3 bu şərti ödəyir və şərti ödəyəndə print komandasının köməyi ilə həmən o 3-ü biz ilk olaraq ekrana çap edirik. Ondan sonra biz normalda bilirik ki, print komandası icra olunandan sonra kursor növbəti sətrə keçir və komandanı gözləyir. Əgər növbəti print olacaqsa, o artıq yeni sətirdən çap olunacaq. Amma biz burada end ilə bunun qarşısını alırıq və deyirik ki, çap edəndən sonra bir boşluq simvolu qoysun və yeni sətrə keçməsin. Və burada növbəti iterasiyadan gələn cavabı gözləyir kursor və bizdə 9 ödəyir növbəti dəfə bu şərti, yəni tək olmaq şərtini 9 və sonuncu olaraq 7 bu ardıcılıqda bu şərti ödəyir və buna görə bizim cavabımız 3, 9, 7 B variantı olur. Növbəti bizdə belə bir proqram kodu var. Biz bu kodun nəticəsini müəyyən eləməliyik. A dəyişəndə 25 tam müsbət ədədi mənimsədirik. C dəyişəndə mənimsədirik həmən bir siyahı. Siyahının elementi A dəyişəninin dəyərini daşıyır. Baxın, burada diqqətli olmaq lazım. Biz bilirik ki, bu şəkildə verilən ifadə eləmək Python'da olmaz. Yəni, bu sabit deyil. Biz əgər bu formada bir yazı görürsə, biz bilirik ki, bu dəyişən olmalıdır. Və bu siyahı yaradılanda, əgər biz siyahı daxilində elementi dəyişən göstəririksə, bu zaman dəyişənin adı yox, onun real dəyəri oraya yerləşdirilir. Yəni, bizdə bu komandadan sonra, yəni C-nin qiyməti, burada sağdakı gördüyümüz siyahıda ilk siyahı olacaq. Yəni, 3 ədəd 25 tam ədədindən ibarət olan bir siyahı olacaq. Və sonra biz i-ni 0 qiyməti təyin edirik və bir dövr qururuq və dövrdə deyirik ki, nə qədər ki, i-nin qiyməti C siyahısının uzunluğundan, yəni 3-dən kiçikdir, o zaman C siyahısının i-ninci, yəni cari vəziyyətdə 0-cı mövqeyinə, çünki i hələ ki bizdə 0-dır, C-i-nin 2-yə hasili. C-i bizdə bilirik ki, yəni C0 25-dir. Onun 2-yə hasili olacaq 50 və 50-ni biz 0-cı mövqeyə əlavə edirik. Bax, ikinci sətirdə gördüyünüz kimi. Artıq 50 bura əlavə olunanda insert metodundan istifadə edədiyimizə görə 50 orada dayanan elementi əvəzləmir. Sadəcə olaraq bütün siyahının elementlərini sağa doğru sürüşdürür və o həmən yerdə özü yerləşir o element. Və gördüyümüz birinci iterasiyadan sonra bizdə ikinci sətirdə gördüyümüz siyahımız alınacaq. Sonra i-nin qiymətini 2 vahid artırırıq. Artıq i bizdə 2-yə bərabərdir. Amma eyni zamanda bizim siyahımızın ölçüsü də artıb. Çünki bayaq əgər dövr başlayanda bizim siyahımız 3 elementdən ibarət idisə, indi artıq bizim siyahımız 4 elementdən ibarətdir. Və ona görə də i 2 olduğu halda len-si artıq 3 deyil 4-dür və 2 də 4-dən kiçikdir. Yenə şərt doğrudur. O zaman 1 də daxil olur. Deməli dövrə və dövrdə artıq indiki C siyahısının ikinci elementinə 50 0-dır, 25 1-dir və növbəti ikinci yeri 25-in isə bizdə indeksi 2-dir. Onun yerinə növbəti C-i, yəni C2 25 vur 2 elementini əlavə edir. Dolayısıyla bizdə yenə də 50 25, 25-in yerinə yenə 50 və bu iki sondakı 25 sağa doğru sürüşür və alınır bizdə yekun belə bir siyahı. Sonra biz i-nin qiymətini yenə 2 vahid artırırıq, olur 4. Bizim siyahımız artıq bir elementdə artıq len-si bizə 5 qaytaracaq və i 4 olaraq 5-dən yenə kiçikdir. Yenə bu şərt doğrudur və ona görə növbəti dəfə dövrə daxil oluruq. Və dövrdə biz artıq bu dəfə 4-cü element, yəni baxın bu birinci elementimiz, bu ikinci, üçüncü, 4-cü. Yəni ən sonuncudan öndə gələn 25-in yerinə
növbəti dəfə 25 vur 2-ni əlavə eləməliyik. Və bu zamanda yenə bayaq iterasiyalarda baş verən proses baş verir. Həmən 25, yəni sonuncu 25, daha doğrusu sonuncu 25 yenə sağa doğru sürüşür və onun yerinə biz 50-ni əlavə edirik. Onun daha doğrusu mövqeyinə. Növbəti dəfə i bizdə 6 qiymətini alır və bizdə siyahımız da artıq 6 elementdən ibarətdir. Və 6 elementdən ibarət olduğuna görə, i də 6 olduğuna görə bu şərt ödənmir. Və bu zaman şərt ödənmədiyinə görə dövrdən çıxılır və yekun olaraq bizə C siyahısı çapa verilir. Ona görə də bizim doğru variantımız C bəndi. Növbəti tapşırığa baxırıq. Belə bir proqram icra olunduğunda girişə belə bir sətr daxil olunur. Daha doğrusu belə bir simvollar ardıcıllığı daxil olunur və ekrana çıxan nəticəni müəyyən etmək lazımdır. Yenə də biz baxırıq ki, bu daxil etmə prosesini inputla həyata keçirmişik və ona görə də baxmayaraq ki, bütün hamısı rəqəmlərdir bizdə bu sətr tipindən olacaq. Çünki input funksiyası yalnız sətr tipi qaytarır. Bundan sonra ilk olaraq biz həmən A sətrinə split metodunu tətbiq eləyib ayrıcı kimi 0 simvolunu göstəririk. Bu o deməkdir ki, 0 simvollarını harada görsə onu ayrıcı kimi istifadə eləyib split metodu yerdə qalan simvollardan siyahı düzəldəcək. Gördüyünüz bu şəkildə, yəni bizim yeni bir siyahımız yaranır artıq S dəyişəndə və bu siyahının elementləri yenə də sətr tipindəndir. Sonradan biz X-ə mənimsədirik A siyahısında olan 5-lərin sayını. Baxın, bizdə A siyahısı hələ ki sətr olaraq qalır. Çünki biz spliti tətbiq eləyəndə A-ya alınan nəticəni S dəyişəninə mənimsətdik. Yeni dəyişən yaratdıq. A dəyişəninin qiymətini biz dəyişməmişik. O ilə ilkin girişə verilən sətr kimi olaraq qalır. Və count metodu həm sətirlərlə, həm də siyahlarla işləyir. Count metodu ilk olaraq daxil olmuş sətirdə olan 5-lərin sayını axtarır və burada 5-lərin sayı 6-ya bərabərdir. Növbəti dəfə Y dəyişəninə biz mənimsədirik artıq S siyahısında olan 5-lərin sayını və fikir versək, S siyahısında olan 5-lərin sayı bizdə 3-ə bərabərdir. Element olaraq Y 3-ə bərabərdir. Yəni, baxmayaraq ki, 35-in daxilində 5 var, 55-in daxilində 2 ədəd 5 var. Bunlar bu count'un bu şərtini ödəmir. Çünki count elementi tam olaraq müqayisə eləyib bərabərliyi yoxlayır. Bizim count'a arqument olaraq verdiyimiz bu parametr tam olaraq birəbir siyahının elementi ilə uyğun olduğu halda onu uyğunluq, yəni bərabərliyi kimi qəbul eləyir. Bundan sonra bizim X və Y-imizin qiyməti məlum olandan sonra belə bir şərtimiz var. Deyirik, əgər X Y-dən böyükdürsə, yəni X də göründüyü kimi Y-dən böyükdür. O zaman X-ə yeni qiymət təyin edirik. X 6-dır, olur bizdə 3. Çünki biz ondan Y-i çıxırıq. Else hissəsini biz keçid etmirik. Çünki bildiyimiz kimi budaqlanan alqoritmlərdə əgər şərt ödəndisə, növbəti hissəyə baxılmır. Şərt ödənmədikdə isə else-ə məcburi keçid olunur. Və biz cavabı hər ikisi, yəni artıq bizdə Y 3-dür, qiyməti dəyişilmir. X-in də yeni qiyməti 3-dür və hər iki qiymət bizdə 3 olaraq nəticə verir printdə. Doğru cavabımız bizim olur E variantı. Növbəti proqramın nəticəsini müəyyən eləmək lazımdır. Proqramda bizdə S dəyişəninə artıq tam ədədlərdən ibarət olan bir siyahı mənimsədilib. B dəyişənində biz boş siyahı təyin edirik. Yeri gəlmişkən boş siyahını təyin etmək üçün bu qaydadan da istifadə etmək olar. Və bundan sonra dövr qururuq. Dövrdə i dəyişəninə biz range funksiyası vasitəsilə ardıcıllıq mənimsədəcəyik. Ardıcıllıq 0-dan başlayacaq və bizim bu daxil etdiyimiz siyahının uzunluğuna ifadə edən ədədə qədər. Yəni bizdə bu siyahımız 8 elementdən ibarətdir. Deməli bizim sonumuza aldığımız i-nin qiymət olacaq 7. Və 0-dan 7-yə qədər olan bütün bu tam ədədlər əslində elə bizim siyahımızın hər bir elementinin indeksi ilə tam-tamına uyğun gəlir. Ona görə biz təbii ki, dövr daxilində həmən bu i dəyişənindən siyahının elementlərinə müraciət etmək üçün indeks kimi istifadə edəcəyik. Burada biz belə bir şərt qoyuruq. Deyirik ki, əgər deməli SI elementi cari i 0-dır, SI elementi bizdə 125-ə bərabərdir. Onun sətr variantında 6 simvolu varsa,
yəni count 6 böyük 0 o deməkdir ki, həmən bu elementin daxilində 6-nın sayı 0-dan çoxdur. Yəni var. Nəyə görə biz burada STR, SI yazdıq? Bildiyimiz kimi biz ilk proqramın şərtinə görə 125 tam ədəddir. Tam ədədlərə count metodunu tətbiq eləmək mümkün deyil. Count metodu ardıcıllıqlarla, yəni sətr siyahılarla işləyir. Ona görə biz burada müvəqqəti olaraq mənimsətməmək şərti ilə sadəcə STR funksiyasına istifadə edib SI elementini, yəni 125-i çeviririk sətr tipinə. Onun daxilində 6-nın olub-olmamasını öyrənirik. Əgər varsa, təbii ki, count bizə metodu qaytaracaq 0-dan böyük ədəd. Bizim halımızda 125-də yoxdur, ona görə bu şərt ödənməyəcək. Ona görə keçəcək dövrdə növbəti elementə. 346-da bu şərt ödənir. Ödəndiyinə görə məhz B siyahısına həmən 346 elementini özünü əlavə edir tam ədəd olaraq. Növbəti dəfə 876-da bu ödənir, növbəti dəfə 916-da və fikir versəz artıq növbəti elementlərin heç birində 6 simvolu və yaxud rəqəmi yoxdur. Ona görə bizdə bu şərt ödənməyəcək, dövr bitəcək tam və yekunda bizdə belə bir siyahı yaranacaq. Siyahının 3 dənə elementi var. Hər bir elementinin daxilində 6 rəqəmi mövcuddur. Bundan sonra biz yeni bir dövr qururuq və dövrdə artıq deyirik I dəyişəni B siyahısından alsın qiymətlər. B siyahısının qiymətləri də bilirik nədir? İlk olaraq 346 alacaq, sonra 876 alacaq, sonra da 916 qiymətini alacaq. Və biz burada nə edirik? B siyahısından götürülən bu elementləri S siyahısında, yəni ilkin siyahıda silirik. Çünki biz bu elementləri S-dən götürüb onu B-yə köçürtdük, B siyahısı yaratdıq. İndi istəyirik ki, həmən köhnə siyahıdan onları silək. Və bu zaman təbii ki, bizdə 3 element olduğu üçün və hər 3 element S siyahısında mövcuddur. Gördüyünüz kimi mövcuddur. Çünki onsuz da biz o elementləri bu S siyahısından götürmüşdük. Onları biz S siyahısında silirik və ilk olaraq I alır 346-nı, sonra deyirik S-dən 346-nı silindi. Sonra I alır 876-nı, S siyahısından 876 silindi. Növbəti də 916 silindi və bizdə deyir len S, yəni S siyahısının uzunluğu. Təbii ki, bizdə burada 8 elementli bir siyahı idi. Onun 3 dənə elementini biz siləndən sonra yerdə qalacaq bizdə 5 element. Belə bir proqram kodumuz var. Bunun nəticəsini müəyyən eləməliyik. 2 boş siyahı təyin edirik proqramın əvvəlində. A və B siyahıları. Ondan sonra dövr qururuq. Dövrdə I dəyişəni range funksiyasının köməkliyi ilə 1-dən 100-ə qədər 100 daxil, yəni 101-ə qədər yazılıb təbii ki, bunu artıq bilirik ki, son qiyməti 100 alacaq. Ardıcıl olaraq bir addımla tam ədədlər alacaq. Və biz burada dövrdə ilk komanda olaraq şərt qoymuşuq ki, alacağı i-nin qiyməti, yəni hər hansı qiymətsə, dövrün hər hansı iterasiyasında ona bölünməsindən qalıq 0-a bərabərdirsə, biz də bilirik ki, əgər hər hansı bir ədədin ona bölünməsindən qalan qalıq 0-a bərabərdirsə, bu o deməkdir ki, həmən ədəd tam olaraq ona bölünür. Tam olaraq ona bölünməsi isə o şərti gərəkdirir ki, həmən ədədin sonunda mütləq 0 olmalıdır. Və biz artıq buradan 1-dən 100-ə qədər 100 daxil olan sonu 0-dan bitən elementləri artıq görürük. Və həmən elementləri biz ilk olaraq proqramda yaratdığımız boş A siyahısına append metodunun köməyi ilə əlavə edirik. Yəni biz də bilirik ki, 1-dən 100-ə qədər, 101-ə qədər 100 daxil olmaqla 10, 20, 30 və s. 100-ün özü də daxildir. Yalnız bu elementlərdir. Ona bölünəndə qalığı 0-a bərabər olan və onlardan bizdə yeni bir A siyahısı yaranır. Növbəti, biz yenə dövr qururuq. Bu zaman bizim dövrümüzdə I dəyişəni alacaq qiymətlər 0-dan bizdə yeni yaranan A siyahısının uzunluğuna qədər. Yəni bizdə A siyahısının uzunluğu 10-a bərabərdir. Uyğun olaraq burada 10 olacaq len A-nın yerində. Amma buna baxmayaraq biz bilirik ki, range son qiyməti, yəni ardıcıllığın son qiymətini götürmür. Ona görə range'in qaytardığı son qiymət i-yə 9 olacaq və bu 9 da bizdə 100-ün sonuncu elementinin indeksidir. Yəni buradan da aydın olur ki, biz deməli i-ni də bu dövrün daxilində istifadə edəcək indeks kimi həmən bu siyahının elementlərinə müraciət üçün. Və doğrudan da biz artıq bu zaman nə edirik?
B siyahısına əlavə edirik append metodunun köməyi ilə. A siyahısının, hansı ki yeni yaradılmışdır, hər bir uyğun indeksli, yəni i 0 olanda 0-cı indeksli, 1 olanda 1-ci indeksli və uyğun olaraq 9 olanda 9-cu indeksli elementindən bir vahid çıxıb onu B siyahısına əlavə edirik və bizdə belə bir yeni siyahı yaranır. Bundan sonra biz B siyahısını, artıq bu dövrdə tam iterasiyalar bitir və dövrdən çıxır və biz bundan sonra belə bir komandı yerinə yetiririk. B siyahısını geriyə ardıcıllıqla düzürük. Və geriyə ardıcıllıqla düzəndə biz görürük ki, burada 99 əvvələ, 9 isə axıra gəlib düşür. Və bundan sonra biz printlə çapa veririk ilk elementi, yəni 0-cı elementi və bizdə B siyahısını biz tərs ardıcıllıqla düzdüyümüzə görə bizdə artıq 0-cı element 9 yox 99-dur və sonuncu element də 9-dur və bizim doğru cavabımız təbii ki olacaq A variantı. Növbəti bizim belə bir proqram nümunəmiz var. Bunun nəticəsini müəyyən etmək lazımdır. S dəyişəndə periferiya sətri təyin eləmişik. Bundan sonra biz S sətrini list funksiyasının köməyi ilə çeviririk siyahıya və həmən siyahının elementləri periferiya sözünü təşkil edən hərflər olacaq və alınan siyahını biz yenidən S sətrinə mənimsədirik. Yəni artıq bizdə S və qısa olaraq desək, sanki belə P hərfi, sonra gəlir E hərfi, sonra R və s. Ta sonuncu A hərfinə qədər. Belə bir siyahıdır. Bundan sonra biz belə bir şərti dövr operatorundan istifadə edirik, belə bir dövr qururuq. Deyirik ki, nə qədər ki yeni yaranmış bu S siyahısında i'lərin sayı sıfırdan böyüdür. Yəni bu o deməkdir ki, o siyahıda i mövcuddur. Biz də bilirik ki, periferiya sözündən təşkil olunmuş siyahıda təbii ki i elementləri mövcuddur. Çünki bu hərflər hər biri müstəqil bir element kimi o siyahıya əlavə olunub. O zaman biz onu silirik. Bax, birinci keçiddə mövcuddur, bəli. Hətta count bizə 2 qiyməti qaytarır, 2 də sıfırdan böyüdür. Remove-la biz i'nin birini, yəni periferiyada gələn ilk i'ni silirik. Hələ ikinci remove, bayaq bu məsələyə toxunduq, remove metodu yalnız ilk rastına çıxan elementi silir. Əgər o elementdən 10 dənə, 100 dənə olsa belə, yalnız birincini silir. Ondan sonra geriyə dövrə qayıdırıq. Dövrün şərtinə görə yenə S sətrində i sayı artıq 1 dənədir, çünki biri silindi, yenə də sıfırdan böyüdür. Və bu dəfə də o 1 dənə qalanı biz silirik və artıq bizim S siyahımızda periferiya sözünün i hərfləri mövcud deyil. Və bunlar artıq silindi. Bizdə qaldı i hərfindən başqa yerdə qalan hərflərdən olan siyahı, S siyahısı. Bundan sonra belə bir dövr qururuq. Dövrdə i dəyişəni S siyahı ardıcıllığının elementlərini alacaq. Yəni i ilk öncə P hərfini, sonra E hərfini, sonra R hərfini və s. sonuncu A hərfinə qədər. Amma burada bir şey nəzərə alaq ki, biz artıq i hərflərini silmişik. Artıq onlar bizim siyahıda yoxdur. Və burada fikir versəz, biz K boş sətri təyin eləmişik. Həmən K boş sətrinin hər dəfə əvvəlinə, çünki fikir verin, toplananlara diqqət eləmək lazımdır. Hər dəfə əvvəlinə biz əlavə edirik həmən bu siyahımızın elementlərini. Yəni P hərfini, sonra P-dən əvvəl E gələcək, əlavə olunacaq, sonra ondan qabaq R, F və bizdə belə bir sətr yaranacaq. Sonra biz nəticəni ekrana çıxardırıq və ekrana çıxartdığımız nəticədə deyirik ki, yeni yaranmış K sətrində R simvolunun indeksini bizə qaytar. Və biz find'in iş prinsipinə görə bilirik ki, find metodu da ilk tapdığı elementin, yəni daha doğrusu simvolun bizə indeksini qaytarır. Bizdə bu sətirdə A 0-cı indeksdə, Y 1-ci indeksdə, R hərfi isə 2-ci indeksli mövqedə dayandığına görə, ona görə bizə cavab olaraq 2 qiymətini qaytaracaq. Bizim doğru cavabımız 2. Növbəti belə bir proqram kodumuz var. Bunun nəticəsini müəyyən etmək lazımdır. Proqram kodunda M dəyişəninə 0 mənimsədilib öncədən və bir A sətri təyin eləmişik. A sətri daxilində rəqəmlər və boşluq işarələri var.
Bundan sonra biz S dəyişəninə mənimsədirik A sətrinin split metodun köməyi ilə siyahıya çeviririk. Gördüyünüz kimi bizdə belə bir nəticə alınır. Yəni bizim S siyahımız budur. Bundan sonra biz həmən bu siyahının uzunluğunu ifadə edən ədədə qədər ardıcıllığı i dəyişəninə mənimsədirik. Yenə də buradan artıq məlumdur ki, i-ni biz indeks kimi istifadə edəcəyik. Sonra i indeksli elementə mənimsədirik həmən elementin siyahıya çevrilmiş variantını. Yəni bizdə i 0 olanda 0-cı indeksli elementimiz bizim hansıdır? Dırnaqda 13'dür. Biz bu elementin dayandığı mövqeyə, çünki biz bilirik ki, siyahıda mənimsətmə onu əvəzləyir. Insert əvəzləmirdi, sadəcə sürüşdürürdü elementləri sağa, onun yerində yerləşirdi. Amma mənimsətmə isə birbaşa həmən elementi yeni bir elementdən əvəzləyir. Əvəzlədiyimiz nədir? Həmən 13'ün list funksiyasının köməyi ilə siyahıya çevrilmiş variantı. Və bu dövr sona çatanda bizdə bu formada belə bir yeni siyahı yaranacaq. Siyahının özəlliyi ondan ibarətdir ki, siyahı daxilindəki elementlər özləri də siyahıdır və həmən daxildəki siyahıların elementləri də təbii ki, sətir tipindəndir. Bundan sonra alınmış bu S siyahısının elementlərini iterasiya eləmək üçün bir dövr qururuq. Yəni bizdə burada i dəyişəni həmən bu S siyahısının elementlərini alacaq. Onun elementləri də biz bilirik özü də siyahıdır. Gəlin belə misal üçün baxaq. Bu dövrdə ilk addım olaraq i alacaq. Bizdə deməli 1 və 3 qiymətini. Yəni bizdə burada i-nin qiyməti 1-3 olacaq. M bizdə 0-dır. Yəni biz belə artıq proqramdan aydındır ki, biz M-də ədədləri toplayacağıq, cəm tapırıq. Və biz nə edirik? Həmən o i elementinin bir indeksli elementini götürürük. Yəni i siyahı elementinin özünün də bir indeksli elementini götürürük. Bu siyahıda 1 0-cı elementdir, 3 isə 1-ci elementdir. Ona görə biz i1 deyəndə əslində bu 3-ü nəzərdə tuturuq. Onu biz int-lə tam ədədə çeviririk ki, m-lə toplaya bilək. Çünki biz bilirik ki, tam ədədi yalnız tam ədədlə, daha doğrusu ədədi tipləri toplamaq mümkündür. Və bizdə bu dövrün birinci keçidində artıq bizə məlumdur ki, bu alt siyahıların ikinci, yəni bir indeksli elementini m-ə cəmləyir. Və biz bu dövrü bütün siyahıya tətbiq eləsək, növbəti 4-ü götürüb cəmləyəcək, növbəti 5-i, ondan sonra 6-nı və 7-ni. Və yekun olaraq desək, bizim proqramımız bu siyahılarda olan alt siyahılarının bir indeksli elementləri cəmini hesablayıb tapır. Və bu cəmdə bizdə bərabər olacaq 25-ə. Yəni biz 4 ilə 6 10, 3 ilə 7 10, 25 də mərkəzdə, bu da oldu bizdə 25. Növbəti belə bir proqram kodumuz var. Bu proqram koduna görə bizdə S sətri daxil olunur. Rəqəmlərdən ibarət olan S sətridir. Sonradan biz o S sətrini siyahıya çeviririk və yenidən S sətrinin özünə mənimsədirik və qarşınızda gördüyünüz kimi belə bir siyahımız yaranır. Bundan sonra həmən siyahını biz join metodunun köməkliyi ilə yenidən sətrə çeviririk və burada fikir versək, join metodunda biz ara simvolları kimi belə bir alt sətr göstərmişik. Yəni 0-0 tire işarəsinə ibarət. Bu nə deməkdir? Bu, yuxarıdakı siyahıda 1-i və 3-ü bir-birinə birləşdirmək üçün 0-0 və tire simvollar ardıcıllığından istifadə edəcək. Yəni bizdə yekunda 1 və 3-ün arasında bax 0-0 bu tire, bu 1. Sonra 3 ilə 2-nin arasında 0-0 və bu tire, bu ikinci birləşdirici. 2 ilə 5-in arasında 0-0 tire və 5 ilə də 7-nin arasında bu 0-0 tire. Bunlar birləşib yekunda bizdə belə bir sətr alınacaq. Bundan sonra biz həmən sətri yenidən tire işarəsinə görə parçalayıb siyahıya çeviririk və bu zaman yalnız split tire işarələrini ixtisara salır və bu zaman bizdə sıfırlar qalır. Çünki tire işarəsi 100-ü, 300-ü, 200-ü, 500-ü və 7-ni bir-birindən ayırır və bizdə belə bir elementlərdən ibarət siyahı alınır. Siyahının elementləri hamısı sətr tipindəndir, baxmayaraq ki, ədədi simvollar, yəni rəqəmlər özündə daşıyır. Bundan sonra yeni bir dövr qururuq. Dövr yenə də həmən bu siyahının indekslərinin
ala biləcəyi qiymətlər ardıcıllığı üzrə qurulur. Yəni i alacaq sıfırdan len s, yəni siyahının uzunluğunu ifadə edən ədədə qədər. Yəni dolayısıyla biz dedik ki, o ədədləri biz indeks kimi istifadə edirik və sonra biz həmən siyahının elementinə mənimsədirik onun tam ədəd variantını. Yəni ümumiləşdirib desək, bu siyahıda olan bütün elementləri biz sətr tipindən çeviririk tam ədəd tipinə. Bax, bu proqram kodunun hesabına. Əslində bunun üçün başqa daha rahat metodlar da var. Sadəcə olaraq bizim tədris proqramından kənar olduğu üçün biz o funksiyalara bu webinarlarda baxmırıq. Yəni ki, bir sətirlə ola biləcək, dövrsüz ola biləcək də variantlar mövcuddur. Amma bu bizim tədris proqramına uyğun. Yəni bu üsulla siz rahatlıqla tiplər arasında keçidi təmin edə bilərsiniz. Bundan sonra nə olur? Bizdə alınır yekun siyahı, hansının ki elementləri artıq sətr tipindən deyil, ədədi, yəni tam ədəd tipindəndir. Sonda biz print komandasının köməyi ilə həmən siyahının elementlərinin sum funksiyasının köməyi ilə cəmini tapırıq. Və biz dedik, artıq siyahımızın elementləri tam ədəddir. Yəni sum funksiyası rahatlıqla o ədədləri bir-birindən cəmləyir və bizim yekunda cavabımız B bəndi, yəni 1107 alınır. Növbəti belə bir proqram kodumuz bizim var. Proqramın nəticəsini müəyyən etmək lazımdır. Proqramda A və B siyahıları verilib, boş siyahıları. Biz deməli dövr qururuq. Dövrdə i dəyişənin aldığı qiymətlər 10-50 aralığındadır. Yəni ilk aldığı qiymət 10 olacaq təbii ki. Son aldığı qiymət isə 49 olacaq. Yəni 50-nin özünü təbii ki almayacaq. Sonra nə edirik? K dəyişəninə həmən i-ni STR-ə çeviririk, yəni sətr tipinə çeviririk. Yəni belə deyək ki, i aldı bizdə 10 qiymətini, biz ikinci sətirdə onu edirik dırnaqda 10. Yəni bunu da nəyə görə edirik? İndi görəcəksiniz. Çünki biz onun daxilində simvol axtaracağıq və biz bilirik ki, tam ədədlərə count metodunu tətbiq etmək olmur. Ona görə biz onu öncədən çevirdik sətr tipinə. Sonra belə bir şərt qoyuruq. Deyirik, əgər həmən indi çevirdiyimiz, yəni i-nin aldığı ilk qiymətdə, məsələn 10-da 3 simvolunun sayı sıfırdan böyüdürsə, yəni 3 simvol orada varsa, o zaman həmən ədədi çevrilməmiş, yəni sətrə çevrilməmiş variantını, ədədin öz tam ədəd tipində olan variantını A siyahısına əlavə elə. Biz artıq ikinci şərtdə elif, əks halda əgər həmən ədədin, daha doğrusu sətr şəklində ifadə olunmuş ədədin daxilində 7 rəqəmi varsa, onu isə B siyahısına əlavə elə. Və biz buradan artıq proqramın gedişindən görürük ki, biz bu aralıqda, yəni 10-dan 49 daxil bu parsada alınan qiymətlərdən hansının daxilində 3 varsa, onlar bizdə A siyahısında toplaşacaq. Bax, şərhdə yazdığım kimi 13, 23, 30-dan 39-a qədər və 43. Yəni, daxilində 3 rəqəmi olan yalnız bunlardır. İkinci variantda, yəni daxilində 7 rəqəmi olanlar isə yalnız 17, 27 və 47-dir. Burada belə bir məqam var ki, müəllimlər, yəni burada təbii ki 30-dan 39-a qədər 37 var bizdə, hansı ki onun daxilində həm 3 var, həm 7 var və belə bir sual yarana bilər ki, o nəyə görə 7 olan bu siyahıda o yoxdur? Çünki bizdə bilirik ki, if şərti ödənəndən sonra elif şərtinə ümumiyyətlə baxılmır. Yəni interpretator ümumiyyətlə bunu analiz eləmir. Və bizdə 37-nin daxilində artıq 3 mövcud olduğuna görə bu yuxarıda if şərtini ödəyir və o A siyahısına əlavə olunur gördüyünüz kimi və elifə 37 ədədi iterasiyada iştirak edən həmən iterasiyada baxılmadığına görə 37 ədədi ikinci siyahımıza bizim əlavə olunmur və uyğun olaraq yalnız yuxarıda olur. Bundan sonra biz f dəyişəni götürüb ona B siyahısının sum funksiyasından cəmini tapıb ondan çıxırıq A siyahısının maksimal elementini. Və biz burada baxırıq ki, bizim B siyahımızın 17, 27 və 47 ədədlərinin cəmi bizdə 91 verir və A siyahısının da maksimal elementi bizdə 43 verir və 91-dən 43 çıxırıq, bizdə doğru cavab göründüyü kimi 48 alınır. Növbəti belə bir proqram bizim nümunəmiz var. S dəyişəni mənimsədirik tam ədədlərdən ibarət siyahını, sonra i dəyişəninə 1 mənimsədirik. Bundan sonra biz
belə bir şərt qoyuruq while dövrü ilə, daha doğrusu belə bir şərti dövr qururuq. Deyirik, nə qədər ki i kiçikdir bu siyahının S siyahısının uzunluğundan, yəni S siyahısının uzunluğu bizdə 7-yə bərabərdir və uyğun olaraq i son olaraq 6 qiymətini ala bilər. Hələ ki durum belədir. Sonra yoxlayırıq. Məsələn, i ilk olaraq 1-dir. Deyirik S1, yəni birinci element bizdə nədir? 21. S1, əgər S0-dan, S0 nədir bizdə? 12. Əgər S1, S0-dan böyükdürsə, o zaman neynəsin? Həmən o S1 elementini, çünki SI bizdə S1-dir, yerləşdirsin 0-cı indeksə. Yəni, burada belə bir hadisə baş verəcək. Həmən bu 21, 12-dən, yəni 0-cı elementdən böyük olduğuna görə, o 0-cı mövqeyə insert vasitəsilə yerləşdiriləcək. Yəni, onu əvəzləməyəcək. Sadəcə 12 daxil bütün bu siyahı bir element sağa sürüşəcək və bu 21 siyahının əvvəlinə əlavə olunacaq 0-cı mövqeyə. Uyğun olaraq artıq bizdə bayaq 0 olan 12 olacaq 1 indeksli, bayaq 1 olan 21 olacaq 2 indeksli və s. Bundan sonra biz nə edirik? Bundan sonra proqram daxilində del SI plus 1 elementini silir. SI bizdə 1-dir, amma biz birinci elementdir. Amma biz bayaq dedik ki, biz 0-cı elementə bunu əlavə edəndən sonra, yəni artırandan sonra real S1 elementinin indeksi plus 1 artdı. Çünki bayaq 21 bizdə 1 indeksli idi. Biz artıq 21-i əvvələ əlavə edəndən sonra artıq 21-in indeksi 2-yə döndü, 2 oldu. Və buna görə də biz həmən 21-i silmək üçün burada SI plus 1 indeksinin, həmən elementi I plus 1 indeksini ifadə edirik. Və uyğun olaraq del komandası bizdə 21-i siyahıdan uzaqlaşdırır. Yəni, belə deyək ki, biz böyük elementi, 0-cı elementdən böyük elementi 0-cı mövqeyə gətiririk. Ondan sonra elementi köhnə dayandığı yerdən silirik. Yəni, bu dövrdə. Sonra yenə i növbəti bir ədəd artır, keçir, yenə iterasiya davam edir. Və biz burada dediyimiz kimi bir keçiddə artıq alqoritmi anladıq ki, alqoritm neynir və bu zaman bizdə 33-də ödəyəcək, 0-cı mövqeyə gələcək, 18 ödəməyəcək, 30 ödəməyəcək, 19 ödəməyəcək və sonda 40 bizdə bu şərti ödəyəcək. Çünki 40-dan qabaq 33 gələcək 0-cı indeksə və 40 da ondan böyük olduğu üçün bu dəfə 40 gələcək 0-cı indeksə. Yerdə qalan elementlərin ardıcıllığı bizi burada narahat eləməməlidir. Çünki bizdə print S0-ı istəyir, yəni o ilk əvvələ gələn elementi istəyir və proqramın alqoritmindən də aydın olduğu kimi biz ən böyük elementi həmişə 0-cı elementin yerinə yerləşdirdiyimiz üçün bizdə ən böyük də 40-dır. Ona görə uyğun olaraq proqramımızın nəticəsi bizə 40 cavabını verəcək. Növbəti bizdə belə bir proqram kodumuz var. A siyahısı, boş siyahısı verilib və X sətri verilib. Biz X sətri üzrə i dəyişənliyini iterasiya edirik. Yəni, bizdə i-nin aldığı qiymətlər X sətrinin elementləri olacaq. Əvvəlcə 1, 2, 7 və sonuncu da uyğun olaraq 5. Sonra biz nə edirik? Deyirik, əgər həmən i sətrinin cari, daha doğrusu üzr istəyirəm, X sətrinin cari i-də olan elementi, məsələn, ilk olaraq o 1-dir. 1. Onun ədədi variantı 2-yə bölünməsindən qalan 0-dan fərqlidirsə, yəni təkdirsə, çünki nəyə görə biz burada intdən istifadə elədik? Çünki biz bilirik ki, bu X sətr tipindəndir və sətr tipindən rəqəm olsa belə onun üzərində bu riyazi əməlləri aparmaq mümkün deyil. Biz onu müvəqqəti olaraq int funksiyasına ədədə çeviririk. Ondan sonra onun tək və ya cüt olmağını yoxlayırıq və deyirik, əgər təkdirsə, o zaman onu A siyahısına 2 qatını əlavə eləsin. Burada necədir? Fikir verin. I bizdə int kimi biz bunu müvəqqəti istifadə eləsək də i sətr olaraq qalır. Və bu mötərizədə i1 vur 2 deyəndə i sətr olduğuna görə biz alırıq 1-1 qiymətini sətr olaraq. Və sonradan bu 1-1-i biz int funksiyasının köməyi ilə çeviririk dırnaqsız adi tam ədəd 11-ə. Və həmən 11-i biz A siyahısına əlavə edirik. Əks halda nə baş verir? Əks halda biz ədədin özünü siyahıya əlavə edirik. Yəni onun rəqəmlərinin sayını artırmadan. Və burada da alqoritmdən artıq görünür ki, biz yalnız tək ədədləri cütləşdirib, yəni rəqəmlərin sayını artırıb, 2 qatını artırıb siyahıya əlavə edirik. Yalnız cüt ədədləri isə toxunmuruq, onları siyahıya olduğu kimi əlavə edirik.
Məsələn, gördüyünüz kimi 11-də 1 tək idi, oldu 11. 77-də 7 tək idi, oldu 77. 33, uyğun olaraq 99. Bunları biz əlavə elədik. Bundan sonra nə edirik biz? Bundan sonra biz deməli, max A, yəni biz A siyahısının maksimal elementindən A siyahısının minimal elementini çıxırıq. A siyahısının maksimal elementi bizdə 99-dur. Minimal elementi də 2-dir və bunların fərqi bizə verəcək 97. Belə bir proqramımız bizim var. Burada deməli K boş siyahısı təyin edirik. Ondan sonra S siyahısı təyin edirik. S siyahısının elementləri tam ədədlərdir. Sonra biz S siyahısını düzləndiririk. Yəni artan sırayla sort metodunun köməyi ilə və bizdə 12, 35, 22 olur. 12, 22, 35. Bundan sonra S1 siyahısına S siyahısını mənimsədirik. Onun sanki nüsxəsini çıxardırıq. Yəni biz sıfırdan sona qədər, yəni bütün elementləri yenidən S1 siyahısına mənimsətdik və bu zaman S1 siyahısının qiyməti də elə bu qiymət olacaq. Yəni düzləndirilmiş qiymət olacaq. Sonra S1 siyahısını geriyə tərsinə düzürük. Yəni ilk öncə mənimsədəndən sonra bu qiymət idisə də reverse, yəni geriyə düzləndirmədən sonra artıq S1 siyahısı bizdə olacaq 35, 22 və 12. Bundan sonra siyahının elementlərinin sayı qədər, yəni LNS qədər bir yenə dövr qururuq. Dövrdə I alacağı qiymət bunların indekslərinə uyğundur. Bunu artıq öncəki proqramlarda da gördük. Yəni I alacağı qiymətlər tamamilə bunun indekslərinə uyğun gəlir. İlk olaraq I0 qiymətini alacaq və biz deyirik ki, S sıfırdan 0 toplansın 1 bizdə 1 verir. Yəni belə deyək, S 0, 1. Təbii ki, son qiymət götürülmür. Yəni birinci elementi götürməyəcək 0 olacaq və dolayısıyla bu əslində bir elementdən ibarət bir kəsiyidir. Yəni 0-cı elementimiz bizim S siyahısında 12-dir. Ona görə burada 12-ni götürəcək ilk olaraq. S1 siyahısında bizim 0-cı elementimiz 35-dir. Bunun üzərinə gələcək 35-i və təbii ki, bu siyahıdır. Siyahı ilə toplayanda bizdə təbii ki, yekun bir 12,35 hələlik birinci iterasiyada belə bir siyahı alınacaq və bunu əlavə edir K-da hər dəfə cəmləyir. Növbəti addımda 22-lər gələcək bundan sonra və növbəti addımda da birincinin 35-i S siyahısının, növbəti siyahının isə 12-si əlavə olunacaq və bizdə doğru cavab D variantında olan nəticə olacaq və yekunda həmən alınan K siyahısı ekrana çapa veriləcək. Belə bir sonuncu bizim proqram kodumuz var. Bu proqram kodunda funksiyadan istifadə olunub. Biz funksiyaya öncə baxmırıq. Öncə proqramın əsas hissəsini gəlin baxaq. Bizdə bir S siyahısı verilib. S siyahısının elementləri özlərində siyahıdır. Və bir B boş siyahısı təyin edirik. Bundan sonra dövr qururuq. Dövrdə I dəyişəni S siyahısından qiymətlər alacaq. Yəni I ilk olaraq bu qiyməti alacaq, bu siyahını alacaq. Sonra bu siyahını və sonda da bu siyahını alacaq. Və hər dəfə I alanda bu alt siyahıları qiymət olaraq belə bir komanda icra olunur. Append, yəni B siyahısına əlavə elə nəyi? Cəm funksiyası çağırılır. Cəm funksiyasına arqument olaraq, yəni parametr olaraq verilir həmən bu alt siyahı. İndi artıq gedirik biz funksiyaya baxırıq. Funksiya nə iş görür? Funksiya, cəm funksiyası sum funksiyasının köməyi ilə ona ötürülmüş alt siyahının elementləri cəmini tapıb geri qaytarır. Yəni dolayısıyla bizim birinci halda funksiyaya 1, 2, 3 göndərilir. Onun elementləri cəmi bizdə 6-nı verir, yəni 6 qayıdır. İkinci iterasiyada cəm funksiyasına göndərilir 4, 5, 6. O onları cəmləyir, geri qaytarır, 15 olur. Üçüncü dəfədə bizə 7, 8, 9 göndərilir. Onların da cəmi 24 qayıdır bizə. Yəni bizdə B siyahısında append metodu vasitəsilə bu 3 elementi əlavə edib yeni bir B siyahısı yaratdıq. Və nəticədə də bizdə print komandasının köməyi ilə həmən B siyahısının cəmini biz ekrana çıxardırıq sum funksiyasının köməyi ilə və bizdə 6, 15, 24-ü cəmləyəndə bunların cəmi bizə deməli 45 qiymətini verir.
Müəllimlər, hər birinizə təşəkkür edirəm dinlədiyinizə görə. Düşünürəm ki, bu webinarlarımız hər biriniz üçün faydalı olacaq və hər birinizə qarşıdan gələn təhsil verənlərin sertifikatlaşması prosesində uğurlar arzulayıram. Təşəkkür.